Hər vaxtınız xeyir olsun Çinarə. Bəli, sizin də vurğuladığınız kimi əmək pensiyalarının indeksləşdirilməsi məsələsi hər il gündəmdə olur və bu istiqamətdə müəyyən addımlar atılır və elə indiki məqamda da məsələ 2026-cı il üçün pensiyaların artım mövzusu əsas müzakirə edilən məsələlərdən biridir və sözü gedən istiqamətdə, yəni pensiyaların 9%-dən çox artırılacağı gözlənir. Cənab nazir də bundan bağlı açıqlama verdi və məlumatı təsdiqlədi. Daha təfərrüatlı informasiyanı, yəni nə qədər alan şəxslərdə nə qədərlik bir artım gözlənir. Bununla bağlı informasiyanı əldə etmək üçün elə hazırda qonağım Milli Məclisin üzvü Vüqar Bayramova üstacı. Xoş gördük. Buyurun, təfərrüatları sizdən işləyik. Hər vaxtınız xeyir. Qeyd etdiyiniz kimi, əmək pensiyaları haqqında qanuna əsasən 2026-cı ildə bütün növ əmək pensiyanın artırılması nəzərdə tutulur və təbii ki, hər il biz pensiya artımlarını müşahidə edirik. Çünki qanunun tələbinə uyğun olaraq pensiyalar əvvəlki ildə orta aylıq əməkdəki artım faizinə uyğun olaraq indeksləşdirilir və artırılır. 2025-ci ilin orta aylıq əmək ilə bağlı artım faizinin yaxın günlərdə və xüsusən də fevral ayının əvvəllərində elan olunacağı gözlənir. İlkin gözlənti ondan ibarətdir ki, 2025-ci ildə rəsmi orta aylıq əmək haqqıda 9,2% artım qeyd alınacaq. Yəni bu o deməkdir ki, pensiyalar 9,2%-ə indeksləşdirilərək artırılacağı gözlənilir. Bu bütün növ əmək pensiyalarını əhatə edəcək, həm yaşa görə əmək pensiyası alan, həm əlilliyə görə əmək pensiyası alan və eyni zamanda valideynin itirməyə görə əmək pensiyası alan bütün vətəndaşlarımızın pensiya məbləğlərində artımlar olacaq. Təxminən 1.100.000 vətəndaşımızın pensiya məbləğindən artımlardan söhbət gedir və hər bir vətəndaşımız təbii ki, pensiya məbləğindəki artımları hesablaya biləcək. Çünki artım tam məbləğə şamil olunacaq. Məsələn, əgər vətəndaşımızın pensiyası orta pensiya məbləğinə uyğundursa, 550 manatdırsa, bu halda həmin vətəndaşımızın pensiyasında təxminən 50 manat artım olacaq. Yəni 550 manat, 600 manat olacaq və ya 500 manat pensiya alırsa, həmin pensiya məbləğində təxminən 46 manat artım olacaq, 546 manat olacaq. Ona görə də məbləğindən asılı olmayaraq faiz bütün məbləğə şamil olunacaq. Ona görə təbii ki, hər bir vətəndaşımız artıq rəsmi artım faizi elan olunduqdan sonra öz pensiyasındakı artımı hesablaya biləcək. Vacib məqamlardan biri, baxmayaraq ki, biz yanvar ayının ortasında bu istiqaməti müzakirə aparırıq, artımların yanvar ayına da şamil edilməsidir. Məsələn, əgər 550 manat orta pensiya məbləği olan vətəndaşımızın pensiya məbləği 50 manat artırsa, bu demək ki, yanvar ayında da həmin 50 manat artım hesablanacaq. Sadəcə pensiyanın artırması ilə bağlı rəsmi sənəd fevral ayının ilk 10 günündə imzalandığına görə artımlar yanvardan hesablansa da fevral ayında ödəniləcək. Bu halda 550 manat pensiyalan vətəndaşımızın pensiya məbləği 600 manat olur və onun 50 manat artımı, yanvar ayı üçün hesablanmış artım fevral ayında ödəniləcək. Və nəticədə 550 manat pensiyalan vətəndaşımız fevral ayında 600 manat deyil, 650 manat pensiya alacaq. Mart ayından isə artıq həmin artırılmış 600 manatı növbəti aylar üçün də almaq imkanı olacaq. O baxımdan artımlar yanvar ayına da şamil olunacaq. Yanvar ayının artımları qeyd etdiyimiz kimi fevral ayının pensiyası ilə birlikdə veriləcək və bu demək ki, biz artıq təxminən fevral ayının əvvəllərində uyğun sənədin cənab prezident tərəfindən imzalanmasını müşahidə edəcəyik və bununla da 2026-cı il pensiya məbləğlərinin rəsmi artımı baş verəcək və artıq 2026-cı ilin yanvarının etibarən isə qeyd etdiyimiz kimi bütün artımlar hesablanıb və bütün əmək pensiyası alan vətəndaşlarımıza şamil olunacaq. Təşəkkür edirəm Vüqar bəy, informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün və elə müzakirə edilən, yəni cəmiyyət içərisində çaşqınlıq yaradan məsələlərə aydınlıq gəlmiş oldu və sözü gedən artım bütün növ əmək pensiyalarına aid edilir və yanvar ayına da eyni zamanda şamil olunur. Və təbii ki, bu istiqamətdə də məsələ müzakirə edilir, daha yeniliklərin və əlavələrin edilməsi məsələsi diqqət mərkəzindədir. Çatdıra biləcəklərimiz isə bu qədərdir, sözü yenidən sizə ötürürəm. Təşəkkürümü bildirirəm. Rəqsanə məlumatı bizə ötürdüyünə görə bir xəbəri də çatdırır.